Bu komponentləri blenderda qarışdırmaq lazımdır və müalicə prosesi bununla başlayır. Çuğundur zəngin antioksidant mənbəyidir. O həmçinin isə B1, B2, B6 vitaminləri, fol və pantoten turşuları, kalium, fosfor, maqnium, kalsium, natrium, dəmir və sink kimi minerallarla zəngindir. O sağlamlıq üçün ən faydalı tərəvəz sayılır. Çuğundura qırmızı rəngi verən beta-sianin adlanan bənövşəyi pigmentlərdir. Bir çox elmi araşdırmalar sübut edib ki, çuğundur leykoz və xərçəngi müalicəsi üçün son dərəcə faydalıdır. Əvvəla çuğundur betainlə zəngindir. Amin turşuları isə xərçəng əleyhinə effektiv vasitə hesab olunur. Eyni zamanda o güclü soyuqlama əleyhinə vasitədir və antioksidantdır. Çuğundurdan xərçəngin müxtəlif növlərinin müalicəsində istifadə olunur. O hamilə qadınlar üçün də çox faydalı hesab edilir. Çünki tərkibində yüksək səviyyədə fol turşusu var. Bu qaraciyərin və öd kisəsinin funksiyasını yaxşılaşdırır, qəbizliyin qarşısını almağa kömək edir. Çuğundur həm